Azərbaycanın sirli inancları haqqında maraqlı məlumatlar. Bugün sizlərlə zamanın dərinliklərindən gələn sirlər və qədim inancların izlərini izləyəcəyik. Azərbaycanın zəngin və təkrar olunmaz mədəniyyəti təkcə möhtəşəm tarixi ilə deyil, həm də əsrlər boyu qorunan gizli ritualları, mistik ayinləri və qədim inancları ilə də xüsusi diqqət çəkmişdir. Vaxt uzatmadan gəlin birlikdə bu sirli aləmə səyahətə başlayaq. Qədim inanc dünyası və atəşpərəstlik. Əsrlər əvvəl bizim ulu əcdadlarımız tanrılar dünyasında yaşayırdılar. Onlar günəşə, aya, oda, suya, təbiətin güclərinə sitayiş edər və hər bir elementin özünə məxsus gücü olduğuna inanırdılar. Və beləcə insan həyatında həmin elementlərdən hər biri mühüm rol oynayırdı. Bu dövrdə insanlar dua edir, qurban verir və müqəddəs ayinlər icra edirdilər. Bunların hamısı çoxtanrılı dinlər adlanır və bu inanclardan biri bəlkə də ən məşhuru atəşpərəstlik idi. Bəli, düz eşitdiniz, bu inanc oda sitayiş etməkdən ibarət idi. Atəşpərəstlərə görə od təkcə yanma gücü deyil, ilahi bir simvol idi. O, həm də həyatın davamlılığını və təmizlənməsini göstərirdi. Azərbaycanın cənub bölgələrində bu inanc geniş yayılmışdı və burada yaşayan insanlar odun alovunda ruhları təmizləmək məqsədilə xüsusi ayinlər və mərasimlər təşkil edirdilər. Deyilənlərə görə atəşpərəstlik dini dünyada işıq və qaranlığın mübarizəsidir. Zərdüşt adlı müdrik bir insan bu inancı genişləndirərək onu daha sistemli bir din halına gətirmiş və öz müqəddəs kitabı olan Avestada toplamağı bacarmışdır. İnanılır ki, bu müqəddəs kitab yazılarkən 12.000 öküz dərisi istifadə olunmuşdur. Bu kitabın yazılması və qorunması əslində bir əfsanəyə bənzəyirdi. Atəşpərəstliyin düşmənləri onu məhv etsələr də, sonradan kahinlər tərəfindən kitab yenidən bərpa edilmişdir. Atəşgah məbədi və mistik ayinlər. Suraxanıda yerləşən Atəşgah məbədi bəlkə də Azərbaycanın ən maraqlı tarixi abidələrindən biridir. Bu məbəddə təkcə odun alovları deyil, həm də tanrıların qüdrətinə olan inancların mistik təzahürləri görünürdü. Atəşpərəstlərin duaları və kahinlərin ayinləri 100 illər boyu bu yerlə bağlı çoxlu sirləri qoruyub saxlamışdır. Bugün həmin məbəd Azərbaycanda qalmış ən qədim tarixi miraslardandır və hələ də hər bir ziyarətçi üçün cəlbedicidir. Yəhudiliyin Azərbaycana gəlişi. Yəhudilik eramızdan əvvəlki dövrlərdə, xüsusilə Babil əsirliyi zamanı Azərbaycana gətirilməyə başlanmışdır. Babilin məşhur fəthləri nəticəsində Yəhudi xalqı müxtəlif bölgələrə, o cümlədən Qafqaz regionuna mühacirət edərək burada yeni Yəhudi icmaları yaratmışdırlar. Azərbaycan torpaqlarına ilk Yəhudi icmalarının köçü eramızdan əvvəl 6-cı əsrdə baş vermişdir. Yəhudi icmalarının Azərbaycanda yerləşdiyi bölgələrə əsasən Şirvan, Quba, Bakı və Naxçıvan daxil olurdu. Xüsusilə Qubada Yəhudi icması çox məşhurdur və bu icma hal-hazırda da fəaliyyətini davam etdirir. Bu, Azərbaycanın ən qədim Yəhudi icmalarından biridir və burada yaşayan Yəhudilər öz dini və mədəni həyatını qoruyub saxlayıblar. Yəhudi icmalarının dini həyatında sinaqoqlar və dini mərasimlər çox mühüm yer tuturdu. Azərbaycanın müxtəlif şəhərlərində qədim sinaqoqlar tikilmişdir ki, bu da Yəhudi xalqının mədəni və dini həyatını qoruyub saxlamasına kömək etmişdir. Bu sinaqoqlar sadəcə dini mərasimlər üçün deyil, həm də icmaların mədəni mərkəzləri olaraq fəaliyyət göstərirdi. Yəhudilər yerli əhalilərlə yaxşı münasibətlər qurmuş, vətənlərindəki sosial və mədəni həyata öz töhfələrini vermişlər. Tanrıçılıq və xristianlığın izləri. Tarixin bir dönəmində Azərbaycanda yaşayanlar tək bir tanrıya inanmağa başladılar. Tanrıçılıq və monoteizm bir çox xalqın həyatına daxil olaraq öz izini buraxırdı. Bununla paralel olaraq xristianlıq öz izlərini təkcə tarixə deyil, insanların gündəlik həyatına da qoymağa başladı. İlk dəfə olaraq İsa Məsihin həvariləri Varfolomey və Faddey Azərbaycanın ərazisinə gələrək yeni bir inancı yaymağa başladılar. Əfsanəyə görə bu həvarilər insanların həyatına dəyişiklik gətirmiş və yeni inancın təməlini qoymuşdular. Xristianlığın Azərbaycandakı ilk izləri Qafqaz Albaniyası ərazisində formalaşmağa başladı və beləliklə 313-cü ildə Albaniya kralı Urnayer xristianlığı dövlət dini elan etdi. Bu, xristianlığın Azərbaycanda rəsmi qəbul edilməsi və məbədlərin, kilsələrin tikilməsini təşviq edilməsi ilə nəticələndi. Müqəddəs yazılar Albanca tərcümə olundu və yavaş-yavaş bu yeni dini sistem cəmiyyətin həyatına daxil oldu.
İslamın gəlişi və yeni mədəniyyətin formalaşması. İslam Azərbaycanda 7-ci əsrdə yayılmağa başlamışdır. Məhəmməd Peyğəmbər və onun tərəfdarları tərəfindən İslam dininin əsasları qoyulmuşdu. Məhəmməd Peyğəmbər Hira mağarasında ilk vəhiy alaraq insanları tək bir Allaha inanmağı, ədalətə, mərhəmətə və elmə dəvət edirdi. İslamın yayılması ilə Azərbaycanın sosial və mədəni həyatı dəyişməyə başladı və bu dövrdə mədrəsələr tikildi, məscidlər inşa olundu və elm inkişaf etməyə başladı. Azərbaycanın şəhərləri Şamaxı, Gəncə və Naxçıvan ticarət və mədəniyyət mərkəzlərinə çevrildi. Bu dövrdə Azərbaycanda çoxlu böyük alimlər və sənətkarlar yetişmişdi. İslamın mədəniyyətinə aid olan Gözəl Göy məscid, Şirvanşahlar sarayı və Bibi Heybət məscidi kimi abidələr bu dövrün ən möhtəşəm izlərini bu gün də bizə çatdırır. Bütpərəstlik, animizm və şamanizm. Qədim inancların izləri. Tarix hər zaman təkcə əsas dini sistemlərdən ibarət olmamışdır. Azərbaycanın qədim inancları arasında bütpərəstlik, animizm və şamanizm də böyük yer tuturdu. Bu inancların əsas xüsusiyyəti təbiət qüvvələri ilə əlaqə qurmağa çalışmaq, ruhların təzahürlərinə inanmaqdan ibarət idi. Şamanlar müxtəlif ayinlərdə iştirak edərək təbiətlə birbaşa əlaqəyə girir və çox vaxt bu əlaqə trans halında olurdu. Musiqi və ritm bu ayinlərin ən vacib hissəsi idi. Nağara və tütək kimi musiqi alətləri ilə şamanlar ruhlarla danışar, onların vasitəsilə gələcəkdən xəbərdarlıqlar alardılar. Bu tür mistik ayinlərin izlərini bu gün də bəzi bölgələrdə görmək mümkündür. Şamanizmin təsiri Azərbaycanın bəzi kəndlərində hələ də qalır. Dini inancların Azərbaycanda yayılma ardıcıllığının qısa icmalı ilə tanış olaq. Atəşpərəstlik eramızdan əvvəl 2-ci minillikdən 7-ci əsrə qədərki dövrdə mövcud olmuşdur. Azərbaycanın cənub bölgələrində yayılmış bu inanclara görə odun müqəddəs olduğuna inanılırdı. Zərdüştlük inancı Avesta adlı müqəddəs kitabda toplanmışdır. Yəhudilik eramızdan əvvəl 7-ci əsrdən bugünkü tarixə qədər dövrü əhatə edir. Babil əsirliyindən sonra Yəhudi icmaları Azərbaycanda yaşamağa başlamışdılar. Bu icmalar sinagoglar qurmuş və öz dini ənənələrini qoruyub saxlamışdır. Xristianlıq 1-ci əsrdən bugünkü tarixə qədər dövrü əhatə edir. İsa Məsihin həvariləri Azərbaycana xristianlığı gətirərək 313-cü ildə Albaniya dövlətində rəsmi din elan etmişdilər. Bu dövr boyunca xristianlıq geniş yayılmağa başlamışdır. İslam dini isə 7-ci əsrdən bugünkü tarixə qədər dövrü əhatə edir. Ərəb fətihlərinin yayılması ilə İslam Azərbaycanda qəbul edilmiş və mədəniyyətə böyük təsir göstərmişdir. Məscidlər, mədrəsələr və İslam hüququnun tətbiqi ilə sosial həyat dəyişmişdir. Animizm və şamanizm inancları Azərbaycanda qədim dövrlərdə mövcud olmuş və təbiət qüvvələri ilə əlaqə qurmağa yönəlmişdir. Azərbaycanın qədim inancları və müasir cəmiyyət. Bütün bu qədim inancların izləri bugün Azərbaycanda bir çox fərqli ənənə və mədəniyyətlərlə birləşərək müasir cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Biz bu qədim sirlərin, mədəniyyətin və ənənələrin izlərini hər bir addımda görürük. Hər bir inanc, hər bir ritual, hər bir ayin bizə öz köklərimizi, əcdadlarımızın düşüncə tərzini və həyat fəlsəfəsini xatırladır. Beləliklə, əziz dostlar, biz bugün Azərbaycan torpağının əsrlər boyu qorunan və inkişaf edən mədəniyyətinə səyahət etdik. Kainatın hər küncündə, hər ulduzun parıltısında hələ də kəşf olunmamış sirlər var. Azərbaycanın tarixi, mədəniyyəti və inancları haqqında hələ çox şey öyrənməliyik. Abunə olun və növbəti videolarda bu sirləri birgə açmaq üçün mənimlə qalın. Unutmayın, tarix heç vaxt keçmişdə qalmır, o hər zaman bizimlədir.